Bismillahirrahmanirrahim. Zahida ورد ile daim zikr و فکر روی دوست. اهل اسلامم diyen imana hoş gelmeh gerek. Ey könül laf etme kim ma'nide laf eden kişi ma'rifet meydanına merdane hoş gelmeh gerek. Kim ki gərq olmaq diler der bəhr-i eşq بیکنار کشتisiz bu lücce ummana hoş gelmeh gerek. Ey xətayı şeirini ol yar ister dinleye dilrubalar guşine dürdane hoş gelmeh gerek. Bütün yoldaşlarıma, sırdaşlarıma salam deyip salamatçılıq arzuluram. Fəlsəfə əleyhi fəlsəfənin 4-cü hissəsini Şah İsmail Xətayinin qəzəli ilə başladıq. İslamlıq tühlük bəhsləri birlikdən, ittihaddan, cəmi bir düşüncədən danışır. İnsanları bir-biri ilə qarşı-qarşıya qoymur. Düşüncələr, kələmələr döyüşür, yontalır. İllər öncə dini qavram, milli qavramla şubiyyə axımının sızması əsasında qarşı-qarşıya qoyulubdular. Çox məharətlə, siyasətlə gizlin bir döyüş, bir ziddiyyət bunların arasında saldırıblar. Türk müsəlmanların kimliyini çalışa çəkibdilər. Böyük, şeytani bir düşüncə burada hökm sürür. Bizim kimliyimiz, varlığımız heç kimin kimliyini, varlığını dar eləmir. Biz hələ-hələ öz kimliyimizə, varlığımıza qeyitmağa cürət, cəsarət tapanmamışıq. Bizim kimliyimiz ana birlikdən keçir. O da İslamlıq və tühlüğün ya şəriətçilik və milliyyətçiliğin birləşməsidir. Keçək İslam adı ilə görülən bir sıra qeyri-insani, qeyri-əxlaqi, qeyri-elmi işlərdən. O gerçək İslam deyil. O işləri görənlər də bilər bilməz pəsamodern şuubiyyənin oyuncaqlarıdırlar. Azərbaycanda birlik düşüncəsi təəssüflə cansızdır. Dediyim əllər iki düşüncəni bizlərin içində gücləndirir. Birincisi İslamsız milliyyətçilikdir. Milliyyətçilik ki onun içində İslam olmasın. Qupquru bir hoviyyət ki xırdaca itələmə ilə qırılsın, ovulsun. İkinci ziddi milli İslamdır. İslam ki milliyyətçilik ilə qarşı-qarşıya dayansın. Belə İslamla sən hər durumda olursan ol, şükür eləməlisən, razı olmalısan, fəqri fəxr bilməlisən. Zülmü də Allahın inayəti, ədalətsizliği də onun təqdiri bilməlisən. Hər şey burada var. Özcə hoviyyətlərə heç ehtiyac yoxdur. Hər iki düşüncə yanlış düşüncədir. Axsıyır. Heç bir zat ondan yaramaz. Bu iki düşüncəni şubiyyə yayır. Amma Türk müsəlmanların milli fəlsəfəsi Farabinin düşüncəsindən qaynaqlanaraq, Türkün törəsindən alınaraq şəriətlə milliyyəti bir yerdə otudur. Bir anlamlı güc, qavramlı güvənc, qoxmayan inanc yaraldır. Amma bu fəlsəfə Qərbin yeni fəlsəfəsi ilə qarşı-qarşıyadır. Qərb fəlsəfəsi birinci işini Allahı öldürməklə başladı. Onlar Allahı öldürdülər. Nietzsche, Keningov Zərtoş kitabında ya Zərtoş belə dedi kitabında belə başlayır. Allah öldü. Ondan qabaq Fransız Bacon Yarımçıq Atlantisi Nov adlı kitabında bütün filsufları, təcrübi alimləri Həzrəti Süleymanın evinə yığır ta təbiəti idarə eləsinlər. Birinci təsərrüflə başlayırlar. Təsərrüf elmə müqəddəm idi. Təbiət müttəhəm kimi yargılamalıyıq. Hər nə sırrı var təbiət eşiyə töhməlidir. Dehlizlisdən eşiyə çıxmalıdır. O qədər onu qamçılayın ta qanunlarını sizlərə atsın eşiyə, sırlarını eşiyə töhsün. Biz kimik? Biz dadgah-ı təftişi əqaidik. Biz təbiəti müttəhəm kimi orada oturtmalıyıq. Hər nəyi
eşiyə atana qədər şikəncə verin. Belə iş aləmdə Allahın olması ilə tutmaz idi, ola bilməz idi. Bu əsasda onu öldürməli idilər. Onlar dedilər, Tanrını öldürməsək təbiəti, çevrəni talayamayacağıq. Axı Tanrı əxlaq törəldirdi. Əxlaq da insanı saxlaşdırırdı. Qoymaz idi hər işi görsün. Birinci onlar o Allahın kökünü fəlsəfə baltası ilə vurdular. Cəmil, malik, əzəli, əbədi olan Allah, tühlərin düşüncəsində olan gök Tanrı, Farabinin fəlsəfəsində olan fəaluma yaşa Allahı Qərbin yeni fəlsəfəsi öldürdü. Yerinə insani qoydular ki, özünü Allah bilirdi. O da maşinizm, digitalizm, istehlakçılıq ya məsrəfgərayi, lüksçuluq ya təcəmmül axtarmaq, öz mənfəətini hər şeydən üstün tutmağı doğdu, becərtdi. Bunlar Qərb fəlsəfəsinin dağıtıcı, talançı sonuçları idiler. Maşinizm insandan hərəkəti, təhərrükü aldı. Digitalizm insanı bir robota, çipə çevirdi. Adamların yerinə onlar qərar verdilər. Mobillərin içində olan oyunlar, xüsusən uşaqlar üçün bütün şər qüvvələrinin qələbəsini xeyr qüvvələrinə təsvirə çəkdilər. Amansız, hədsiz məsrəf, amansız, hədsiz enerji istəyirdi. O enerjini də təbiətdən somurdular, təbiəti sağdılar. Adamları istər-istəməz lazımsız istehsala ya həmən tövlüdə yönətdilər. Təbiəti zibil ilə doldurdular, tüstü ilə, toz torpaqla boğdular. İstəməli ana təbiəti çirkinlətdilər. Belə işlər Qərb fəlsəfəsinin pratik sonuçlarından idi. Gündə minlər ton zibil, şişə qırığı, konserv qutusu, plastik qablar, qabıqlar bizim kətlərimizə kimin ayaq açıblar. Əkinəcəklər yerimizi bürüyüblər. Maşınların lastiklərini yandırmaq ilə, fazılapların şirələri buxar olmaq ilə çevrənin çərçəbəsini dəyişdilər. Təbiəti qamçılamaq, yargılamaq, şikəncə eləmək Qərb fəlsəfəsində tamahkar, əxlaqsız, öz mənfəətini axtaran insanın əlini hər cürə davranmağa açıq qoydu. Təbiət turizmini inkişaf etdirmək məqsədi ilə heyvanların məskunlaşdığı ərazilərini zəbt edilməsi ilə mal heyvanın örüş sahələrini həddindən artıq otarmaq ilə meşələri kəsib kağız düzəldib yalan palan yazıb bizim aydın adamlarımızın əlinə verib inandırmaqlar ilə qalıb qulan urmanları da yandırmaq ilə insanın sağlamlığına ziyan vurmaq ilə istər-istəməz Qərbin yeni fəlsəfəsi doğru düzgün üzünü bizə göstərdi. Axı onlar təbiəti qamçılamalıydılar. Onlar bizim ölkələrimizdə talanmış servətlər əsasında qəhrən yaşayışı təcəmmülə çəkməliydilər. Çəkdilər. Həm də adamları iki bölümə böldülər. Varlı, yoxsul. Varlı çox, yoxsul varlı, yoxsul çox, varlı az. Ağ Avropa, digər yerlər qara. Rifahı özlərinə, fəqr fəlakəti şərq ölkələrinə, xüsusən müsəlman, türk məmalikə təqdim etdilər. Həm də qənaət qavramını Türkün milli hikmətində olan önəmli qavramı da düşüncələrdən silib yudular. Rəvani, əsəbi, anormal insanlar bizə bəxş etdilər. Psixologlar, rəvanpezeşkilər 500-ə yaxın çeşitli noxoşluqlar, gündə dərmanlar yazdıqca təsənnüü yuxular bizlərə bəxş edirlər. Bizim belə naxoşluqlarımız bundan əvvəl yox idi. Çoxlu noxoşluqlar təbiətlə əlaqədar idi. Belə davranmaqdan qaynaqlanırdı. İnsanın halsızlığı, rəngrufunun atmaqlığı, yorğunluğu, bədənin imeni nizamı zəifləşməsi, hələ getdikcə adamların cüssəsinin xırdalması bu fəlsəfədən, bu düşüncədən asılı idi.
Qərb insandan, fəlsəfədən güc alaraq dava dərman düzəldib satmaq ilə talançılığına davam elədi. Bollu naxoş adamlara da ehtiyacı var idi. Dava dərman mafiyası sağlam adamı bu aləmdə neyniyir? Sağlam insana ehtiyacı yox idi. Bunlar bəşəriyyət qabağında yargılanmalıdırlar. Xidmət sənaye kərxanaları belə insanın tamahına, həvəsinə cavab vermək əsasında yüksək tolidə istehsala əl vurdular. Onun zibillərini də axlarımıza, çaylarımıza, sularımıza töküb yerlərimizi zəhərlədilər. Bir sıra aydın adlanan adamlar da roşanfikri məhfillərdə, xüsusən Azərbaycanda bunların görə batı filsuflardan, o cümlə Nietzsche'dən, Heidegger'dən, Kierkegaard'dan, Jean-Paul Sartre'dan bir cümləyə adlanıblar. Onların cümlələrini səxavətli xəşləmək ilə Noğulnabat kimi aydınçılıq bilirlər. Bizim roşanfikirlərimiz Azərbaycanda milli hərəkətdə tərsə düşüncəyə malikdirlər. Fəlsəfədə fəqir olan siyasi bilimdə də fəqirdir. Feminizmdən danışır, mövcud şəbislərini tanımır. Koroğlunun nigarını, Qoçaq Nəbinin həcərini, Şah İsmailin taclısını, Qacarın tacül mülkünü tanımır. Bizim feminist roşanfikrimiz arvadı fəşt oxuyub onun ceb xərcini verir. Qardaş, belə aydınçılıq olmaz. Əzizlərim, feminist olan bilməlidir. Nasirəddin Şah Təbrizi icazə verdi Seyyid Həsən Rüşdüyə. Birinci yeni mədrəsənin təməllərini qoydu. Qızını da Seyyid Həsən başını qırxıb oğlan şəklində mədrəsədə dərs oxutdururdu. Aydınçılıq ya roşanfikirlik təhcə bir sıra batı filsuflardan cümlələr demək deyil. Bu eyni alienasyonluqdur. Mədinə-i qeyri-fazilənin nəfəs səhməsidir. Aydınçılıq kimliyi ya hoviyyəti tanımaqdır. İstilahları yenidən tərifləməkdir. Kimliyi yenidən ələ gətirməyinə yol tapmaqdır. Özlüyümüzə qeytmaqdır. Əminəm, bütün dərin qavramlar, insanı səadətə çatdıran anlamlar türkü, İslami mirasda vardır. Təəssüflə ançı xoddaş zəbiqanı təmənna mikərd. Özümüzdə olanı özgələrdən axtarırıq. İndi də özümüzü özgələrdən xəbər alırıq. Bizim milli fəlsəfə, milli hikmət, milli irfanımız vardır. Mevlana demişkən, gərçi hər qərni suxən ari بود, lik gofte salifan yari بود. Keçmişlərin təcrübələri hər zaman yardımcıldır. Bizim keçmişimizə baxmamağımız bizim ən böyük qiflətimizdir. Mənim əzizlərim, biz milli fəlsəfəyə ehtiyacımız vardır. Türk müsəlmanların milli fəlsəfəsi Farabinin düşüncəsində Mədinə-i Faziləni qurmaqda, qızıl almaya əl tapmaqda, qeyri-fazilə mədinələri ilə döyüşə girməkdə, Təbriz məktəbini tanımaqda, tanıtdırmaqdadır. Təbriz məktəbi təhcə coğrafiya deyil. Təbriz deyəndə yəni bütün Azərbaycan, yəni tarix, yəni irfan, yəni fəlsəfə, yəni hikmət, yəni hökmdarlıq. Təbriz məktəbi İsfahandan başlamır. Xurasan Türk məktəbi Şəms-i Təbrizin əli ilə bütün mirasını Təbrizə köçürdür. Təbrizə təqdim edir. O da bir şaman kimi təbabətə başlayır. Onun təbabəti adamların qondarma kimliyini odlamaq ilə başlayır. Məgər Şəms Mevlana ilə belə eləmədi, onu odlamadı. Təbriz məktəbindən Mevlana Şəms divanı Şəmsüddin Təbrizi çıxıb. Görübsüz İran şəhəri ustadları Şəms divanına şərh yazalar? Yox, niyə? Çün onun içindən Təbriz məktəbi çıxır. Təbriz məktəbi yəni inqilab, yəni Şeyx Səfi, yəni Şah İsmail Səfəvi, Qacarın reformu, sirat-ı müstəqim İslamlıqla tühlüğün birləşməsindən keçir. Sağ olun, gələn görüşə qədər.